TKP Sabah oyununda topa ilk toxunuşu Vətən müharibəsi zamanı Ermənistanın Gəncə şəhərində törətdiyi terror nəticəsində hər iki valideynini itirən Nilay Əliyeva edir. Allah Nilayın valideynlərinə rəhmət eləsin. Çox ağır tarihi ilə üzləşdi Nilay. Ümid edək ki, bugün məhz bu maç, bugün onun topa edəcəyi simvolik toxunuş da onun yaddaşlarında əbədi həkk olunacaq. Hamımızın bu balalara maksimum diqqət göstərməyimiz istənilən sahədə əlbəttə hamımızın borcudur. Və budur bu simvolik toxunuş, bu incə toxunuş baş tutdu. Nilay Əliyeva. Alqış sədaları altında.